Əziz məzunlar, hörmətli müəllimlər, dəyərli valideynlər və qonaqlar, bugün UNEK ailəsinin yaddaşını qızıl hərflərlə yazılacaq bir gündə, növbəti məzun günündə hər birinizi ürəkdən salamlayıram. Bu günün özəlliyi həm də ondadır ki, o həm Qarabağ zəfərinin 5 illiyinə, həm də UNEK-in 95 illik yubileyinə təsadüf edir. Bu təsadüf sadəcə təqvim hadisəsi deyil. Bu, tarixlə zamanın, zəfərlə təhsilin bir araya gəldiyi müqəddəs bir andır. Möhtərəm cənab Prezident İlham Əliyevin təhsilə verdiyi prioritet yanaşma, ölkəmizdə ali təhsilin, o cümlədən UNEK-in inkişafına güclü zəmin yaratmışdır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsildə mədəni irsə, insani və milli dəyərlərə verdiyi önəm UNEK-in missiyasının ayrılmaz hissəsidir. Əziz məzunlar, bugün 6017 bizim tələbəmiz universitetimizdən məzun olur. Hər birinizi, eləcə də valideynlərinizi, müəllimlərinizi təbrik edirəm. Qürur hissi ilə deyirəm, gözünüz aydın olsun. Əziz məzunlar, bugünkü tədbir kristal zalda sadəcə məzuniyyət tədbiri deyil. Bugün yaddaşlarda qalacaq, illər sonra da xatırlanacaq bir tarix yazılır. Bu tarix hər bir məzunumuzun şəxsi zəfəri, universitetimizin qüruru və cəmiyyətimizin ümididir. Bugün bu yolun bir yolun sonu deyil. Bugün yeni bir yolun başlanğıcını yaşayırıq. Hər biriniz bir hekayənin qəhrəmanı, bir ümidin daşıyıcısı, bir sabahın qurucususunuz. UNEK-ə fərqli suallarla, fərqli arzularla gəldiniz. Bəziniz gələcəyinizi axtarırdınız, bəziniz isə özünüzü. Lakin bu illər ərzində siz təkcə biliyə deyil, dəyərlərə, vətən sevgisinə, mənəvi gücə yiyələndiniz. Təhsiliniz yalnız dərsliklərdə yox, həyatın özündə baş tutdu. Birlikdə yaşadığınız çətinliklərdə, dostluqlarda, yuxusuz gecələrdə formalaşdı. Unutmayın, diplom yalnız bir başlanğıçdır. Həyatda dəyərli olan dürüstlükdür, zəhmətdir, başqalarının taleyinə fayda verə bilməkdir. Uğur yalnız öz yolunuzu tapmaq deyil, o yolda başqalarına da işıq olmaqdır. Bugün bu möhtəşəm məzun günündə iştirak edən hər biriniz yalnız bir məzun, bir valideyn, bir müəllim deyilsiniz. Siz bir həyat yolunun şahidlərisiniz. Əziz məzunlar, dünya sürətlə dəyişir. Bu çağırışlar arasında yeni düşüncəli, vicdanlı, bacarıqlı liderlərə ehtiyac var. Mən əminəm ki, bu liderlər bu zalda əyləşənlər arasındadır. Həyatda hər zaman, hər bir insan, elə siz də çoxlu suallarla üz-üzə və ciddi qərarlar vermək məcburiyyətində qalacaqsınız. Ən çətin suallardan biri asan yol ilə doğru yol arasında seçim etməkdir. Bu seçim anlarında iç səsinizə, vicdanınıza qulaq asın. Çünki vicdan insanın içindəki ən səssiz, amma ən güclü rəhbərdir. Əziz məzunlar, bu universitet sizi təkcə diplomla yola salmır. Bu universitet sizə bir həyat dərsi, bir yaddaş, bir böyük UNEK ailəsi verdi. UNEK sizin eviniz oldu. İndi o evi tərk edirsiniz. İndi bizlərdən ayrılırsınız. Bugündən sonra auditoriyalarda sizin oturduğunuz partalarda başqa tələbələr oturacaq. İmtahanlar zamanı yaşadığınız tələbə həyəcanı bir də olmayacaq. Sizdən sonra bu universitetimiz biraz da səssizləşəcək. Amma bilin, siz hər biriniz bizlərin,
Sizin müəllimlərin uğurlu həyat hekayəsi oldunuz. Sizin hər biriniz bizim həm keçmişimiz, həm də gələcəyimizsiniz. Əziz məzunlar, UNEK sadəcə bir universitet değildi sizin üçün. Bura sizin gençliyinizin ünvanı idi. İndi bu ünvanı ürəyinizdə daşıyaraq UNEK-i tərk edirsiniz. UNEK auditoriyalarında bəlkə də ilk dəfə özünüzü kəşf etdiniz. Bəzən üzüldünüz, amma həmişə irəlilədiniz. Bir-birimizə bağlandıq, doğmalaşdıq. Bugün siz gedirsiniz, yolunuz açıq olsun. Ulu Tanrı hər zaman üstünüzdə olsun. Əziz müəllimlər, siz yalnız öyrətmədiniz, siz həm də formalaşdırdınız. Siz dəyərləri, dürüstlüyü, zəhmətə hörməti aşıladınız. UNEK adını ucaldan məzunlar sizin əməyinizin bəhrəsidir. Hər bir məzunun arxasında parlaq bir müəllim dayanır. Bu zalda əyləşən hər bir parlaq simanın uğrunda sizin əməyiniz var. Siz hər bir ata-anaya dayaq, hər bir tələbəyə örnək, bütöv cəmiyyətə dəyər oldunuz. Bugün məzun olan hər bir gənc sizin verdiyiniz biliklə, bir kəlmə ilə, bəlkə də bir baxışla formalaşdı. Bəzən yuxusuz gecələr keçirərək dərs oxuyan bugünkü məzunlar indi anlayırlar ki, o yuxusuz gecələr gələcəyə atılan nurlu addımlarmış. Əziz müəllimlər, siz bizim dəyərimiz, universitetimizin qürurusunuz. Siz bugün burada gördüyümüz parlak simaların yaddaşında təkcə dərs deyən müəllim kimi yox, yol göstərən bir insan kimi əbədi yaşayacaqsınız. Bugün səhnənin arxasında dayansanız da, bu uğurun görünməyən, amma əsas memarları da sizsiniz. Sizin səbrinizə və fədakarlığınıza borçluyuq. Bugün sizə yalnız təşəkkür etmək azdır. Sizə dərin minnətdarlığımızı, hörmətimizi və sonsuz dualarımızı çatdırmaq istəyirəm. Sizə möhkəm can sağlığı, bol sevinç və ancaq xoş günlər arzulayıram. Əziz məzunlar, mən hər birinizdən xahiş edirəm ki, gəlin bütün müəllimlərimizə ayaq üstə və gürültülü alqışlarla təşəkkür edək. Teşekkürler Cənab Rektor, minnətdarıq. Çox sağ olun. Mən buradan bugünkü məzunlarımızın valideynlərinə müraciət etmək istəyirəm. İlk növbədə əziz valideynlər, hər birinizə təşəkkür edirəm. Bugünkü uğurun ilk təməlini siz qoydunuz. Sizin əziyyətiniz, dualarınız və dəstəyiniz olmasaydı, bu uğurlar mümkün olmazdı. Nə qədər çətinliklərlə üzləşsəniz də, heç zaman dəstəyinizi əsirgəmədiniz. Hər zaman öz övladınıza oxu dediniz və o övladlar sizi bugün burada qürurlandırmaq üçün oxudular. Arzu edirəm ki, övladlarınız bundan sonra da sizə ancaq sevinç, qürur və ilham bəxş etsin. Əziz valideynlər, sizə möhkəm can sağlığı və gözünüzün nuru olan bu övladlarınızın daim yüksək zirvələrə çatmasını arzulayıram. Siz övladlarınızı bugünə gətirən ilk və ən güclü təməl oldunuz. Sizin gecə-gündüz çəkdiyiniz zəhmət, təhsilə verdiyiniz önəm, hər çətinliyə rəğmən göstərdiyiniz dəstək bizi bugünə gətirdi. Bugün sizin arzularınızın, dualarınızın həyata keçdiyi gündür. Siz onların ilk müəllimi oldunuz. UNEK-in adını bugün ucaldan hər bir tələbənin arxasında bir ana nəfəsi, bir ata duası var. Əziz valideynlər, bir daha öz adımdan, UNEK ailəsi adından sizi təbrik edirəm. Hər birinizə sonsuz təşəkkür edirəm və bu uğur həm də sizin uğurunuzdur. Siz illərlə çəkdiyiniz əziyyətin haqqını indi bizim məzunlarımızın alqışlarında hiss edəcəksiniz. Əziz məzunlar, valideynlərimizə təşəkkür edək. Çox sağ olun. Əziz məzunlar, sonda sizə bir çağırış etmək istəyirəm.
Həyatda nə qədər yüksəlsəniz, bir o qədər də kökünüzə, ailənizə, nəslinizə, xalqınıza, universitetinizə sadiq qalın. Qürurlu olun, lakin heç vaxt təkəbbürlü olmayın. Hər uğurunuzda təşəkkür etməyi unutmayın. Çünki heç bir zəfər tək başına qazanılmır. Və nəhayət, əziz məzunlar, bugün Yunekdən, bir gün Yunekdən çox uzaqlarda olacaqsınız. Bəlkə başqa ölkələrdə, başqa zirvələrdə olacaqsınız. Uğurlarınız çox olacaq. Sizin yollarınız fərqli olacaq. Amma hamınız Yunek ailəsinin bir parçasısınız. Hara getsəniz, kim olsanız, Yunek sizin eviniz olaraq qalacaq. Onun divarlarında iziniz, tarixində adınız var və bu ad əbədi yazılıb. Yeni uğurlar, yeni yollar sizi gözləyəcək. Amma unutmayın, harada olursunuzsa olun, Yunek sizinlədir. Yunek sizi heç zaman unutmayacaq. Hər zaman sizə açıq bir qapımız olacaq. Yunek'i seçdiyiniz bu illər ərzində mən Yunek tələbəsiyəm. Bundan sonra isə bir ömür boyu mən Yunek məzunuyam adını qürurla daşıyacağınıza inanıram və buna görə sizin hər birinizə sağ ol deyirəm. Sizi bir daha ürəkdən təbrik edirəm. Gələcək həyatınızda uğurlar arz edirəm. Yolunuz açıq, talihiniz uğur olsun. Mən bütün zaldan xahiş edirəm bizim məzunlarımızı alqışlarla təbrik edək. Teşekkürler Cenab-ı Rektör, Profesör Eren'e muhabir. Sağ olun.